Kompüterin aparat təminatı software. Bir daha deyirəm uşaqlar, ilk dərsimizdə qeyd elədik ki, informatika elmi 3 hissədən ibarətdir. Hardware, software, bir də brownware. Hardware aparat və ya texniki təminat deməkdir. Software proqram təminatı deməkdir. Brownware isə alqoritmləşdirmə və proqramlaşdırma deməkdir. Biz artıq hardware-ni öyrəndik. Yəni, ümid edirəm ki, öyrəndik. Və bildik ki, kompüterdə qurğular, daxili qurğular, xarici qurğular, giriş qurğuları, çıxış qurğuları və s. və adları və iş prinsipləri. Bu gün isə kompüterin proqramlarından danışacağıq. Kompüter texnologiyasının yaradıcısı John von Neumann adlı bir alimin, hansı ki, müasir kompüterlərin, ümumiyyətlə bütün növ kompüterlərin yaradıcısıdır, ixtiraçısıdır. Kompüterlərlə bağlı 4 dənə qızıl qaydası var. Neumann qanunları deyirlər buna. Birinci budur ki, kompüter proqramla işləyən avtomat qurğudur. Yəni, mütləq şəkildə kompüterin proqramı olmalıdır. Proqram olmayandan sonra o RAM nə qədər olur olsun, prosesorun taxtezliyi nə olur olsun, videokart nə olur olsun, heç bir əhəmiyyət kəsb eləmir. Bax, tutaq ki, indi sizin ən son model iPhone 17 telefonunuz var. Amma siz ora Zoom proqramı yükləməmişsiniz. Və bu dərsdə iştirak edə bilmirsiniz. Dərsə qoşmaq üçün Zoom proqramı lazımdır. Biz dərsi Zoomda keçirik. Və yaxud da ki, kompüteriniz var, amma siz ora məsələn Word proqramı yükləməmişsiniz və nəticədə mətn hazırlaya bilmirsiniz. Yəni, qurğu nə olsun var? Yüksək səviyyədədir. Gərək onun proqramı da olsun axı. Yəni, 50% qurğunun payına düşürsə, 50%-ə proqramın payına düşür. Yəni, proqramsız o qurğunun heç bir əhəmiyyəti yoxdur. Əgər biz kompüteri bir insanla müqayisə eləsək, necə ki, insanın da daxili orqanları, xarici orqanları var. İnsanın, məsələn, qulaqdır, burundur, gözdür, ağızdır, nə bilim, çənədir, barmaqdır, əldir, əyaqdır. Bunlar daha xarici orqandır. Ciyardır, börəkdir, dalaqdır, bağırsaqdır, nə bilim, ondan sonra ürəkdir, nə odur, budur, bu daxili orqandır. Elədirmi? Kompüterdə bir insanla müqayisə eləsək, insanın daxili orqanı olan kimi kompüterdə daxili orqanı var. Özür istəyirəm, daxili qurğusu var. Daxildə yerləşir. Xarici qurğusu, insanın xarici orqanları olduğu kimi kompüterdə xarici qurğusu var. Hə, insanı kompüterlə müqayisə eləsək, bütün orqanlar, qurğular orqanlara bənzəyir. Və proqram isə ruha bənzəyir. İnsanın ruhu olmayandan sonra, məsələn, üzümüzə insan dünyasını dəyişəndə ruh ki, bədəni tərk eləyir, bundan sonra artıq o bədənin heç bir əhəmiyyəti yoxdur. Dünya şöhrətli ən güclü idmançı, hansı ki, qarşısında rəqib tanımayan, amansız, nə bilim, döyüşçü, bir zərbəsi 1 ton olan döyüşçü öləndən sonra meydinə 4 yaşında uşaq o ki var gələr, təpikləyər, o durub ölünə işlə deyə bilməz. Görsənmi, ruh olmayandan sonra o biləyin yoğunu, yumruğun böyüklüyü heç bir əhəmiyyət kəsb eləmir. Elə bir ki, kompüterin proqramını silmirsən, elə bir ki, sən onun ruhunu almırsan da. Yəni, proqram müvacibdir, mütləqdir. Yəni, proqram mütləq şəkildə kompüterdə olmalıdır. Bu proqramlarda 3 qrupa bölünür. Sistem proqram təminatı, bax burada siz onu görürsünüz. Tətbiqi proqram təminatı, bir də instrumental proqram təminatı. Elə bir ki, kompüterin proqram təminatı nədir? Kompüterdə olan bütün növ proqramların külliyatıdır, toplusudur. O da 3 qrupa bölünür. Sistem proqram təminatı, tətbiqi proqram təminatı, bir də instrumental proqram təminatı. İnstrumental proqram təminatının eyni zamanda proqramlaşdırma alətləri, proqramlaşdırma vasitələri və ya proqramlaşdırma dilləri də deyilir. Sistem, indi bizə bir proqram təqdim olunsa, deyilsə ki, ay İbrahim, ay Ələndar, de görüm elə bu proqram, məsələn, Windows proqramı və yaxud da ki, nə bilim, Word proqramı, WhatsApp proqramı, indi bu qrupdan hansına aiddir? Biz necə müəyyən edək hansına aiddir? Baxın. Mənim
sistem proqramı olan məndən Ki, bayaqkı dediyim Windows 7 falan idi. necə? Tətbiqi proqram olaraq bayaqkı dediyiniz məndən Windows 7 sistem adı çəkdi bir dənə. Bəli. O sistem proqram təminatı olaraq gedir. Tətbiqi proqram təminatı olaraq səhv eləmirəmsə e, bir dəqiqə WhatsApp özümüzün şəxsidir də, elə deyil. Hə. Yəni demək istəyirsən ki, düz deyirsən əslində. Elə proqramlar var ki, o kompüterə lazımdır. Kompüter Hə, işlə. elə proqramlar var ki, bizim özümüzün Elə şəxsi proqramlar ki, bizə lazımdır. Bax, o proqram ki, kompüterə lazımdırsa, o sistem proqram qrupuna aiddir. Yox, bizə lazımdırsa, o tətbiqəyə aiddir. Məsələn, WhatsApp bizə lazımdır da. Kompüterin nəyinə lazımdır WhatsApp? Sən kompüterindən, telefondan WhatsApp istəsən nə olar? Heç nə. Kompüterə biz ziyan olmaz. Əksinə, yaddaşı biraz da boşalar, proqramların sayı azalar. Bizə ziyandır axı. Sən WhatsAppda, mən silərdə İbrahimlə nətər danışacağam WhatsAppda? Deməli, bizə aid lazımdır. Bizə lazım olanlar tətbiqi qrupuna aiddir. Konkret məsələnin həlli üçün nəzərdə tutulan proqramlar tətbiqi proqramlar. Kompüterə aid olan, lazım olanlar isə sistemə aiddir. Məsələn, antivirus proqramı. Mən nəyəmə lazımdır antivirus proqramı? Mən virusda düşməyəcək ki. Kompüterə lazımdır da, düzdür? Onda bu proqrama hara aiddir, aiddir? sistemə Sistemə aiddir. aiddir. Məsələn, oyun proqramı. Adam var ki, bütün günü səhərdən axşama O iş olur. kompüterə lazımdır. Oyun proqramı bizə aiddir. Bizə aiddir. Bizə lazımdırsa tətbiqidir. Məsələn, Word proqramı, mətn yaradırsan, Excel proqramı, indi keçəcək onu, cədvəl hazırlayırsan, bizə lazımdır. WhatsApp bizə lazımdır. Baxın, uşaqlar, bizə lazım olanlar tətbiqidir. Kompüterə lazım olanlar instrumental. Windows əməliyyatı, Android telefonlar üçün. Android kompüter telefona lazımdır da, düzdürmü? Deməli, hansına aiddir sistemə? Bir daha deyirəm, bizə lazım olanlar tətbiq, kompüterə lazım olanlar sistem proqram qrupuna aiddir. Bizə lazım olanlar tətbiqiyə. İnstrumental proqramlara hansılara aiddir? İnstrument sözü alətdir. Alət. İstər tətbiqi proqramları, yəni bizə lazım olanları, istərsə də sistem proqramlarının, yəni kompüterə lazım olan proqramların yaradılması üçün lazım olan proqramlar alət proqramlardır. Alət proqramla nə iş görürük? Proqram yaradırıq. Aydındır? İndi sistem proqram təminatı da iki qrupa bölünür. Yenə deyirəm, sistem proqram təminatı kompüterə lazım olanlardır. İki qrupa bölünür. Baza proqram təminatı, bir də servis proqram təminatı. Baza əsasdır. Servis buna xidməti də deyirlər. Əlavədir, köməkçidir. Aydındırmı? Sistem iki yerə bölündü. Baza və servis. Bazaya daxildir əməliyyat sistemləri, şəbəkə əməliyyat sistemləri və əməliyyat örtüşləri. Servisə də aiddir kompüter diaqnostikası, antiviruslar, bir də utilitlər. İndi bunlardan danışacağıq. Əməliyyat sistemləri nədir? Əməliyyat sistemləri kompüterin idarə edilməsi üçün ən vacib proqramdır. Əgər sizdən soruşsalar ki, deyin görüm, əməliyyat sistemi kompüterdə nə iş görür? Siz çəkinmədən cavab verin. Əməliyyat sistemləri kompüterin işini idarə edir. Kompüterin aparat təminatı, proqram təminatı və istifadəçi arasında üçlü əlaqə yaradır. Əməliyyat sistemi yeganə proqramdır ki, kompüter işə düşəndən sonra, dərhal sonra aktiv olur, RAM-a yüklənir və bir də kompüter söndürüləndə RAM-dan neyinir? Silinir, gedir, xarici yaddaşda öz yerini alır. Yəni, əməliyyat sistemi kompüterdə bir nömrəli proqramdır, mütləq şəkildə lazımdır. Əməliyyat sistemi olmasa bizim kompüterim işləməz. İndi əməliyyat sistemlərinin adları var. Mən sizə bu PDF atacağım. MS-DOS əməliyyat sistemi var. MS-DOS əməliyyat sistemi var. Windows 7 var, Windows 8 var, 10 var, 11 var. Windows XP var idi. İndi yoxdur ki. Sonra Unix var, Linux var, Qnix var. Telefonlar üçün Android var.
Apple firmasının istehsal olan iPhone telefonlar üçün o hamınız deyirsiniz, ay baba, instituta girəndə mənə iPhone al. Bax, həmin o iPhone üçün iOS var. Bunlar əməliyyat sistemidir uşaqlar. Aydındır. Biz onların adını bilməliyik. Şəbəkə əməliyyat sistemi nə iş görür? Şəbəkə əməliyyat sistemi də adi əməliyyat sisteminin gördüyü işi görür. Yəni, adi əməliyyat sistemi də kompüteri idarə edir. Şəbəkə əməliyyat sistemi də kompüteri idarə edir. Fərq bundadır ki, adi əməliyyat sistemi bir kompüteri idarə edə bilər. İki və daha artıq kompüteri eyni anda idarə edə bilməz. Birinə gücü çatır da bunun. Şəbəkə əməliyyat sistemi isə şəbəkəyə qoşulan çoxlu sayda kompüterləri idarə edir. Yəni, adi insanın üstünə bir nəfər düşsə, indi onunla bitər, bacara bilər. Amma iki və daha artıq şəxs düşsə, bunu döyəcəklər. Bax, adi əməliyyat sistemi də odur. Bir kompüteri ancaq gücü çatır da idarə edir. 2 və 3 kompüter eyni anda idarə edilir. Amma şəbəkə əməliyyat sistemi sanki bir idmançıdır. Michael Tyson'dur. 10 nəfər də düşsə üstünə buna nə edəcək? İdarə edəcək bunları. Yəni, şəbəkə əməliyyat sistemi də əməliyyat sisteminin gördüyü işi görür. Fərq ondan ibarətdir ki, şəbəkə əməliyyat sistemi şəbəkəyə qoşulan çoxlu sayda kompüterləri idarə edir. Adi əməliyyat sistemi isə yalnız bir kompüter idarə edir. Bəs əməliyyat örtüyü nədir? Əməliyyat örtükləri isə əməliyyat sistemlərinə köməkçidir. Əməliyyat sistemlərinə əlavə imkanlar yaradır. Əməliyyat örtüklərinin, bunlara örtük proqramlar da deyirlər. 9-cu sinif informatika dərsində var deyə mən bunu sizə deyirəm. Əməliyyat örtüklərinə olmadığı bir dövrdə kompüterdə işləmək bu qədər rahat deyildi. Bax, indi kompüteri açırsan, ekrana kimisi şəkil qoyur, neyir, hər hansı bir faili üstünə vurursan, açırsan, bağlayırsan. Amma əməliyyat örtüyü olmadığı bir dövrdə kompüterdə işləmək olduqca çətin idi. Hər şey belə idi uşaqlar. Kompüter açılırdı, yalnız ekranda belə qara ekran gəlirdi. Hər şeyi gərək klaviaturadan yazıb icra edərdi. Bax, hər şey bu qədər çətin idi. Bütün əməliyyatları gərək kodlarını yazardın. Əməliyyat örtüyü olmadığı dövrdə. Amma əməliyyat örtüyü indi nə baş verir? Bizim işimizi rahatlaşdırır. Əməliyyat örtüklərini də misal olaraq göstərmək olar. Norton komanderi var, Windows komanderi var, DOS navigator var, XPRGOT var, PC Shell var və s. və axıra. Bunların adını PDF-dən öyrənəcəksiniz. Bunlar sistem proqram təminatının baza qoluydu. Əməliyyat sistemləri, şəbəkə əməliyyat sistemləri də əməliyyat örtükləri. İndi xidməti qolunda, servis qolunda nələr var? Kompüterin diaqnostikası proqramları, post proqramı. Bu nədir? Kompüteri söndürülmüş vəziyyətdə olan kompüteri işə saldıqda daimi yaddaş olan ROM yaddaşın daxilində BIOS proqramlar qrupunda yerləşən post adlı bir proqram var. Mini proqramdır. O bütün qurğuları yoxlayır. Video kartı, səs kartı, nə bilim, o birisini, bu birisini. Bunların işləyib işləmədiyini müəyyənləşdirir. Yoxlama zamanı hər hansı bir qurğuda nasazlıq aşkar olunarsa, bu barədə prosesora siqnal ötürülür və kompüter işə düşmür. Axı, sastav yerində deyil. Elə bir ki, müdür iclas eləyəcək. Katibiyə deyişik, get gör elə hamı oradadır. Gəlir, baxır ki, müəllim, 3 nəfər işçimiz bugün işə gəlməyib. Deyir, onda iclas təxirə salınsın sabaha. Hamı gəlsin sonra. Bax, yoxlama bu da budur. Buna diaqnostikası proqramlar, buna testləşdirici proqramlar. Adı post proqramıdır. Bütün qurğuları yoxlayır. Əgər bütün qurğular saz işlək vəziyyətdə olarsa, kompüter işə düşür. Olmazsa da kompüter işə düşmür. Antivirus proqramları. Antivirus nədir? Antivirus proqramları uşaqlar virus əleyhinə olan proqramlardır. Bəs virus nədir? Ümumiyyətlə, anti sözü dilimizdə bilirsiniz də əleyhinə deməkdir. Yəni, bizim ordumuz antiterror əməliyyatı keçirdi Xan kəndində, Xocalı. Yəni, terror əleyhinə bir əməliyyat. Anti sözü əleyhinə deməkdir. Antivirus, virus əleyhinə olan proqram deməkdir. Virus nədir? Virus ziyanverici proqramdır. Kompüterin proqramlarına yoluxur. Kompüterin proqramını sıradan çıxardır. Kompüterin işini çətinləşdirir və sənin məlumatları qarşı tərəfə casuslara göndərir.
Elə bir insan virusa yoluxanda xəstələnir, qrip virusuna yoluxmuşuq. Özün pis eləyir, halsızlıq olur, xəstə olur da, düzdür? Səsi dəyişir, yeməkdən kəsilir. Kompüterdə xəstələnir də, elə ki, lor eləsə, virus onu yoluxdurur. Bu virusları qarşısını almaq üçün nə lazımdır? Antivirus proqramı. Necə ki, bizim qrip zad olanda antibiotik falan qəbul edirik də. Məsələn, qrip dərmanı içirik, nə bilim, müəyyən ş- bitkisilindən, pensilindən vurdururuq. Bu kompüterin də pensilini, bitsilini, Tailhodu, nə bilim, Griphodu antivirus proqramlarıdır. Antivirus proqramları da adları mütləq şəkildə bilmək lazımdır. Panda var, Doktor Web var, Doktor Salomon var, Norton yox, sonra Norton antivirus var, McAfee var, Kaspersky var, Avast var, 300 Security, 360 Security var. Mənim kompüterimdə bu əməliyyat sistemi, budur, 360 Total Security. Bu bir antivirus proqramıdır. Yəni, virusların qarşısını alan, kompüterləri viruslardan mühafizə edən proqramlardır antivirus proqramları. Bundan başqa arxivləşdirmə proqramları var. Sıxlaşdırma da deyirlər. Yadınızdadırmı, biz mətn informasiya keçəndə danışmışdıq qısa olaraq. Deyirik ki, məsələn, failin həcmi 30 kilobaytdır, fail 10% arxivləşdirilmişdir. Bu zaman nə edirdik? 10% həcm olan fail 10%, 30 kilobayt həcm olan faiz 10 kilobayt arxivləşdirəndə nə olur? Nətər eləyirdi ki, alar onu? Kimi yadında qalır? Bir də deyim, mən başa düşmədim. Həcmi 30 kilobayt olan fayl 10 kilobaytlıq 10 kilobayt 10% arxivləşdirilibsə, failin həcmi nə olurdu? Necə olurdu? 27 kilobayt olardı. Necə tapırdı? Nə vardı? Mən 10% gedibsə 90%-ni tapırıq da. Bəli. Yəni arxivləşdirmə proqramları faylların sıxaraq həcmini azaldan proqramlardır. Aydındır. Bunların da adı WinRAR var, WinZip var, WinArch var, WinArc var, 7zip var və s. və l-axıra. Bu kimi proqramlar faylın sıxaraq həzmini azalır. İndi mən sizə onu praktik olaraq göstərmək istəyirəm. Tutaq ki, mənim hər hansı bir faylım var. Elə bu fayl olsun. Gəlin bu faylın həcminə baxaq. Görək bunun həcmi nə qədərdir. Baxın. Yəqin ki, görürsünüz. Bunun həcmi nə qədərdir? 458 kilobayt öz həcmidir. 460 kilobayt diskdə yer tutur. İndi mən bunu arxivləşdirirəm. Bax, gəlib burada dabavi və arxiv əmrini vururam. Belə bir pəncərə çıxır. Deyir ki, RAR var, RAR4 var, ZIP var. Sən bunları hansından arxivləşdirmək istəyirsən? Məsələn, deyirəm RAR-la elə. Aha. İndi bunun gəlin həcmini biz müəyyən edək. Məsələn, nə qədərdir bunun həcmi? 458 kilobayt. Mən deyirəm ki, bunun həcmini qoyaq 400 kilobayt. İndi görün nə baş verəcək. Aha. Arxivləşdir. Adına baxın. Əməliyyat sistemi əməliyyat. İndi gəlin baxın. Görək bunun həcmi nə qədər oldu. Bax, görürsünüz. Eyni faylda ha. 458 kilobayt oldu 400 kilobayt. Neynədim? Sıxdım bunun həcmini azaltdım uşaqlar. Aydındırmı? Bəli. Bəli. Və yadınıza saxlayın. Arxiv faylları, arxiv qovluqları şəkili belə olur çox vaxt. 3 dənə kitab ortasından qalın sarı qayışla bağlanmış. Əgər hər hansı bir faylın şəkli belə olarsa, deməli bilin ki, bu arxivləşdirilib. Və bunu açanda da arxivdən çıxardırsan, yenə də arxivdən çıxardırsan, öz köhnə həcmini neyiniyir? Bərpa edir. Yəni, arxivləşdirmə faylları, baxın, eyni fayl. Arxivləşdirmə proqramının vəzifəsi faylları sıxaraq onun həcmini azaltmaqdır. Aydındırmı? Adını da bilməliyik. WinRAR, WinZip, WinArc və s. və l-axıra. Bundan başqa sistem proqram təminatına nələr daxildir? Sistem proqram təminatının bir xidməti qolundan danışırıq. Məsələn, bir bunların haqqında danışacaq. ScanDisk proqramı var. ScanDisk proqramı diskin zədələnmiş hissələrini bərpa edir. Disk defragmenteri var.
faylları diskin üzərində səliqəli şəkildə yazırım. Məsələn, mən sizə göstərəcəm indi. Baxın, bu mənim diskimdir. Bu mavi rəng dolu hissədir. Boz rəng isə diskin boş qalan hissəsidir. Bax, görürsünüz, dolu hissəsi necə bir tərəfdən səliqəli yığılıb. Ta yarısı burada, yarısı burada, yarısı burada yox. Bir tərəfdən ya dola-dola gəlir. Bunu kim edir? Hansı proqram edir? Disk defragmenter. Səliqəli şəkildə yığır. Aydındır? Elə bir şey, gəlin belə danışaq. Bir məclisdir, bir kimisə e, bir toy məclisi, nişan məclisi, universitetə girmişsiniz, valideyniniz restoranda qonaqlıq verir, yığıb qohum əqrəbəsini ki, övladım universitetə girib. Qonaqlar gəlir məclisə. Bir var bir nəfər məclisə nəzarət eləsin. Hamını bir tərəfdən səliqəli 30 lira 30 lira girsin. Yəni bu masa doldusa keç o birisinə. Bir də var ki, elə nəzarət yox, hərə harda gəldi oturur. 3 nəfər bir də o yanda oturur, 5 nəfər bu yanda oturur, 4 nəfər bu yanda oturur və oturan da ki başladı bütün stolun üstündə olan suyu zadı açdı, tökdü, aləm qatdı. Amma nəzarət olanda bir tərəfdən dola-dola gedir də məclis, düzdürmü? Bax, disk defragmenter belə edir. Bir tərəfdən yığır diski ki, bu da diskin informasiya tutumuna çox böyük təsir edir. Növbəti proqramımız Task Manager proqramıdır. Bunların adını bilmək lazım. Task Manager proqramı aktiv proqramları yuxu rejiminə keçirdir. Məsələn, bax, sağ düyməni vursam, burada Task Manager proqramını açmış oluram. Baxın, bu mənim kompüterimin CPU nədir? Prosesordur. Memory, bu da RAM-dır. Hal-hazırda hansı proqram kompüterimin prosesorunda nə qədər yer tutub, RAM-da nə qədər yer tutub, bunu sizə göstərir. Məsələn, hər hansı bir proqramı yuxu rejiminə keçirmək istəyirsənsə, üzərinə sağ düyməni vurursunuz. Burada end task əmri var. End task əmrini vuran kimi artıq həmin proqram nə edir? Aktiv proqramlar getdi yuxu rejiminə. Yəni, bunu kim edir? Hansı proqram edir? Nə edir? Task Manager. Aktiv proqramları yuxu rejiminə keçirdir. Disk cleanup proqramı var. Disk cleanup proqramı lazımsız faylları silmək üçündür. Məsələn, indi mən sizə bir şey göstərəcəm. Kiminsə kompüteri varsa da o da edə bilər. Klaviaturadan Windows düyməsindən R düyməsini, R düyməsini sıxın. Açılan pəncərəyə, buna RAM pəncərəsi deyilir. Faiz, tem faiz yazın. OK düyməsini sıxın. Və sizin kompüterinizdə bax, bu qədər lazımsız fayllar var. Hansı ki, bunlar bizim kompüterimizin yaddaşında kifayət qədər yer tuturlar. Heç birində bizə bir xeyri yoxdur. Elə bir ki, ətrafımızda elə insanlar var ki, onlardan bizə xeyri yoxdur da, əslində bizə ziyandır. O insan bizə onlardan mənfi enerji alırıq, maddi və mənəvi olaraq ziyan görürük. Və belə insanlar, indi qohum da olsa, qonşu da olsa, dost da olsa, belə insanlardan tezliklə yaxa qurtarmaq lazım. Və ona görə də lazımsız faylları kompüterdə saxlamaq lazım deyil. Bax, bu disklena proqramı vasitəsilə bu lazımsız faylları Ctrl-A ilə seçdim, delete düyməsinə vurdum və bütün lazımsız proqramları siləcəm. Narahat olmayın, kompüteriniz yaxşı işləyəcək. Bunu edin, bir dənə də kompüterə yenidən başladın, görəcəksiniz ki, surət daha yaxşıdır. Yəni, uşaqlar, bu nə iş görəcək? Bu lazımsız faylları neyəcək? Lazımsız faylları siləcək. Yəni, hansı proqram bunu etdi? Bunu etdi disk cleanup proqramı. Aydındırmı? Backup proqramı backup yazılır. Nə iş görür backup proqramı? Faylların kopyasını yaradır. Məsələn, rəqəmsal informasiyaya etibar yoxdur. Bir də gördün ki, sabah silindi getdi. Virus düşdü, nə oldu? Ona görə ki, əgər ona görə də kompüteriniz varsa, sizə vacib olan faylları, bu sizin üçün şəxsi şəkil də ola bilər, bir video ola bilər, dərs də ola bilər, nəsə də bir material da ola bilər, kopyalayaraq fərqli-fərqli qovluqlarda saxlayın ki, elə bir ki, biri silinəndə biləsən ki, ehtiyatın var. Elə bil evimin bir dənə açarı var, o açar itdisə qaldım çöldə, qapı bağlıdır. Amma mən ən azından 3-4 dənə ehtiyat açarım olsun, itdi də canı sağ olsun, ehtiyat açarıma nə gəlib? Bax, bu da faylları da siz kopyalayıb saxlayın ki, hər hansı bir texniki problem ucbatından ya bilmədim sildim, əlim dəydi, ya virus düşdü, nəsə oldu, silindisə onun digəri də olsun. Yəni kopyalamaq işinə
Backup proqramı baxır. Backup proqramı nə iş görür? Faylları kopyalayır. Məsələn, bu faylı bir dənə kopyasını yaradacağam burada. Eyni fayldan birini də yarat. Bax, kopya budur uşaqlar. Bax, birini də yaradıram. Eyni fayldan dəfələrlə nə edə bilərəm? Yarada bilərəm. Yəni, bunda kimi, nə hansı proqramla etdim? Backup proqramla. Backup proqramı nə iş gördü? Faylları kopyalayır. Aydın oldu? Nə aydın olmadı uşaqlar? Kimə nə aydın olmadı? Bu proqramların adlarını, Aydın. bəli, buyurun. Aydın müəllim. Hə. Baxın, bu proqramın adlarını düzdür, biraz çətin gələcək sizə, amma bu proqramın adlarını çalışın, neyin? Çalışın bu proqramın adlarını öyrənin. Yəni imtahana bu dərsdən çox sual düşür yoxsa? Bu dərsdən softwaredən düşür də bir iki dənə filan. Keçən illəri qəbuldan gəlin baxaq görək hələ. Keçən ikinci şansda nə qədər sual düşüb? Baxaq görək nə qədər sual düşmüşdü. Ümumiyyətlə deyəsən düşməmişdi ikinci şans. Birinci şansdan düşmüşdü, amma ikinci şansdan düşməmişdi uşaq. İkinci şey oldu. Onda mən bildiyimə görə düşməmişdi. Amma olur, bir iki dənə filan olur. Niyə görə soruşdun? Çətin gəldi. Çətin də öyrənmədim. Prosto nəzəri dərslər mən yaxşı bilmirəm. Yəni riyaziyyat yaxşı deyiləm. Nəzəri dərslərdə biraz riyaziyyatı olan uşaqlar, riyaziyyat. Mən də demədim. Nəzəri mövzular biraz xoşumuza gəlmir də. Haradadır bu keçənki qəbul? Baxım görmürəm. Görüm tapa biləcəm bu səhifəsini. Deyəsən yoxdur. Burasında PDF-ində yoxdur. Hə, səhv eləmirəmsə. Hamı verməyiblər PDF. Yox, yoxdur. Amma kitabda var. Məncə düşməmişdi. Birinci turda PDF baxmışdı da Uğurla Ömərcinlə baxmışdı. Onlar o suallar yoxdur PDF PDF. tam deyil də. Axırları yoxdur PDF. Amma məncə Hə, hə, burada uşaqlar, bax bu PDF-i də mən sizə atacağam. Burada da məlumatlar var. Siz bu məlumatları inşallah nə edəcəksiniz? Bax, bunların hamısının adı var burada. Öyrənəcəksiniz. Əlavə məlumatlar lazım deyil. Nə lazımdırsa onu atacağam. Siz o proqramı öyrənəcəksiniz. İndi bizim bir dənə qaldı. Bu sistemi qurtardıq. 3 qrupa bölünür də proqram. Sistem, tətbiqi və instrumental. Sistem bölməsini qurtardıq. Qaldı instrumentalla tətbiqi. Tətbiqi çox genişdir. Instrumental biraz azdır. Gəlin instrumentaldan danışaq. Yox, tətbiqi də qalsın gələn dərsimizdə. Çünki böyük məlumatı siz onların hamısını yadda saxlamayasınız. Deməli, dedik ki, instrumental nə üçündür? Proqramları yaratmaq üçündür. Proqramlaşdırma dilləridir. Proqramlaşdırma dilləri kompüterlərin xüsusi kodlar vasitəsilə başa düşdüyü, emal edə biləcəyi məlumatlardır. Kodlar iki cür olur uşaqlar. Var ilkin kod, bir də var işçi kod. İnsanın yaratdığı, istifadəçinin yazdığı kod ilkin koddur. Kompüter bizim kodu başa düşmür. Kompüterlərin öz dünyası var, maşın dünyası, maşın dili və özlərinin anlayacağı üsul var. Buna deyirlər, işçi kod deyirlər. Tamamilə səhvsiz ilkin kodun işçi kodu çevrilmiş, işçi koda çevrilməsi formasıdır. Və insanın yazdığı kod ilkin koddur, kompüterin yazdığı kod işçi koddur. Kompüter hər bir şeyi işçi kod formasında tanıyır.
insanın yazdığını tanımır və insanın yazdığını kompüterin başa düşdüyü formaya çevirən proqram adlanır translyator. Translyator nə edir? İlkin kodu içkin koda çevirir. İnsanın yazdığını kompüterin başa düşdüyünə çevirir. Sanki bir tərcüməsidir. Bu translyatorun da iki növü var uşaqlar. Interpretator, bir də kompilyator. İki versiyada işləyir. Bir daha deyirəm. Translyator nədir? İnsanın yazdığı kodu kompüterin başa düşdüyü dilə çevirən. İki versiyası var. Interpretator, kompilyator. Interpretator sətir-sətir çevirir. Yəni bir sətr yazır, enteri vurub yeni sətrə keçəndə artıq onu çevirdi. İlkin koddan içki koda. Və onun üzərində sən sonradan dəyişiklik yapara bilmirsən. Translyator isə yazır, qutarır, hamısını bir faylda saxlayır. Sonda, axırda bütöv keçirdir. Elə bir şey gəlin bir izah edim. Bax, qarşımda bir tərcüməsi var. Bir Alman var, lap İngilis var. Mən onun dilini bilmirəm. Tərcüməsi getmişəm ki, bizi tərcümə elə. Biri var, mən bir cümlə deyirəm. Dayanan kimi tərcüməsi heç məndən soruşmamış. O dəqiqə mən nə demişəm, hamısını bir-bir tərcümə edir, İngilis də başa düşür. Amma bir də var ki, mən danışıram, tərcüməsi onu nə edir? Qeyd edir. Dəftərinə, bloknotuna. Mən nə vaxt ona çevir desəm, tərcümə et desəm, onda edər. Aydındır? İnterpretator sətir-sətir çevirir. Biz inşallah Pythonu keçəndə, alqoritmi keçəndə bu mövzuya bir daha qayıdacaq. Kompilyator isə nə edir? Hamısını birdən sonda keçirilir. Proqramlaşdırma dilləri çoxdur. Aşağı səviyyəli proqramlaşdırma dili var, yüksək səviyyəli proqramlaşdırma dili var. Amma bizə bunlar çox dərin lazım deyil. Proqramlaşdırma dilləri misal olaraq Python var, Pascal var, Algol var, Ada var, C++ var, C++ var, Java var, JavaScript var, Basic var, Fortran var və s. və axıra. Bu dillər proqramlaşdırma dilləridir ki, çox vacibdir. İnşallah sizin də aranızda yəqin ki, gələcəkdə proqramçılar olacaq. Və bu dillərdən digərlərinin biz adını biləcəyik. Mütləq şəkildə ola bilsin ki, imtahanda düşə bilər ki, proqramlaşdırma dilləri göstərilən sıranı seçin. Mən gərək onu tanıyam ki, seçəm də, düzdürmü? Məsələn, mənə desələr ki, 6B sinif şagirdlərin buradan seç. Mən o uşaqları tanımayandan sonra nətər bilim ki, bu hansı 6B-dir, hansı 6C-dir. Gərək tanıyam ki, deyəm ki, Məmməd, Cəfər, Qəfər, səni seçirəm. Deməli, mən proqramlaşdırma dilləri olan sıranı seçmək üçün o proqramın ən azı adını bilməliyəm. Oxuyanda görüm ki, bu həqiqətən də bura aiddir, yoxsa yox. Aydındır mı? Və bunlardan biri olan Python haqqında biz ətraflı danışacağıq. Bir neçə dərsdən sonra artıq Pythona çatırıq. Amma digərləri ki var, indi mən adını çəkdim, Basic-dir, Fortran-dır, Pascal-dır, C++'dır, C++'dır. Bunlar adım öyrənəcək. İnşallah qismət olar universitetə girərsiniz. Və keçən bu vaxtı sizin kimi mənim tələbələrim var ki, burada adını öyrənirlər. İndi maşallah biri adadadır, biri banımdadır, biri adnüsüdadır. Danışıram onlarla, deyir, biri var deyir, eləsi var deyir, C+ keçirik, eləsi var deyir, başqa dil keçirik. Onu universitetdə müəllimimiz keçəcək. Mən burada sizə hələ ki, bunların adını öyrənəcəm ki, imtahanda düşəsən. Yəni, bunları öyrənmək lazımdır. Uşaqlar, mövzumuz çox dərin mövzudur, çox geniş mövzudur. Üç hissənin ikisindən danışdıq, sistemlə, instrumental danışdıq. Tətbiqi qaldı gələn dəfəyə çox da genişdir. Mən sizi əlavə məlumatlarla yormaq istəmirəm. Çünki sizin Hartviyə cavablarınız məni qane eləmədi. Gəlin belə eləyək. Biz Hartviyəni tətbiqini saxlayaq gələn dəfəyə. Allah şükür, yəni qaçmaqla nə olacaq ki? Yavaş-yavaş öyrənirik də. Mən sizdən gələn dərsimizdə inşallah həftənin 2-6-cı günü Hartviyəni soruşacağam və tapşırıq da, test olaraq da mən sizə vermirəm. Gedin Hartviyəni təkrarlayın və gələn dəfədə sizdən tətbiqini mən izah edəndən sonra ondan sonra bir dərsimizdə də sizdən bunları soruşacağım. Nəsə, kimin etirazı varsa buyursun. Mən gələn dəfə nəyi soruşursunuz? Hartwell. Hartviyəni. Hartviyəni yaxşı danışmadınız. Xoşuma gəlmədi Hartviyə danışmağı. Bu yeni dərsi soruşmayın. Yox, yeni dərsi tam qutarmadıq da. Yeni dərsi qutaracaq. Sizdən Hartviyə soruşacağım. Sonra ikinci hissədə mən yeni dərsi izah edəcəm. Ondan sonra növbəti dərsimizdə gələn həftənin qismət oda bugünkü günün, yəni ikinci gün artıq mən sizdən Hartviyəndə sual cavab eləyəcəm və
testlərini müzakirə edəcəyik. Aydın oldu? Bəli, müəllim. Nə sualınız var? Buyurun zəhmət olmasa. Yox. Kimin nə sualı var? Yoxdur müəllim. Muradın sual var? Yoxdur müəllim. Ha, oldu, oldu. Sağ olun uşaqlar. Gecəniz xeyirə qalsın. Sağ olun. Sağ olun. Sağ olun. Gecəniz xeyir.